Siz başlayırsınız, Əsaslı mən idi. başlayıram. Buyur. Mən başlayayım, dedim, mən başlayayım. Buyurun. Axşamınız xeyir olsun, hər birinizi salamlayıram, hər biriniz xoş gəlmisiniz, dəyərli izləyicilər. Bugünkü mövzunu ilk öncə özümü təqdim edeyim. Adım Xıdırzadə Arzudur. Aramızda yeni liderlər olar birdən. Artıq 2-dən çox da Home Life şirkətindən əməkdaşlıq edirəm və çox da şadam həqiqətən bu biznesə qoşulduqda sadəcə demişdim ki, itirəcəyim heç bir şey olmayacaq. Ən azından məhsullarını alacağam, hədiyyələrindən, kampanyalardan yararlanacağam. Ən azından özümə çox gözəl, belə deyim də, qulluq edəcəm. Çünki mən hər zaman mənim dərim problemli olduğu üçün zaten müəyyən bir fərqli shoppinglərdən üzümə baxım məhsulları olsun, qidalandırıcı məhsullar olsun, sınaqları aradan qaldıran bu cür problemlərə tuta bilən İran dükanlarına qədər yəni məhsullar alırdım zaten. Və bu məhsullar qarşıma çıxdığı zaman daha doğrusu şirkət. Dedim Türkiyənin məhsullarıdır. Zaten Türkiyənin məhsullarından heç zaman şikayətim olmuyor. Dedim nə olacaq? Alacağım. Ən azından sevərəkdən istifadə edəcəm. İtirəcəyim heç bir şey yoxdur. Bu niyyətlə qoşulduğum biznesə bugünkü gündə 1000 üzəri artan gəlirlərə qədər gəlib çıxmışam. Bir dəfə Tampos Türkiyəyə səyahət etmişəm. Nə xoş da ki, bu şirkətlə yolum kəsişib. Həyatımın dönüş nöqtəsi olub. Bugün isə sizlərə özümün də belə deyim də sırf bu məhsullar sayəsində canımı qurtardığım, hal-hazırda belə başıma gəldiyi zaman bu sınaqlarla necə mübarizə aparıram, necə bir həftəyə üzümdə çox sınaqları quruduram, bunlardan danışacağım. Özüm sırf real deməyəm, bunu hansısa bir təlimlərdə kombin olaraq xeyr. Sadəcə tərkibin bilmişəm, öyrənmişəm, axtarmışam, maraqlanmışam və öz üzərimdə bunu sınamışam, belə deyim. Ona görə də bugün nə danışacağamsa hər biri özüm sınavdan keçirdiyim, xeyrin gördüyüm, 2 ildən çox da istifadə etdiyim məhsullardır. İlk öncə onu qeyd edeyim ki, xanımlar, bilirsiniz ki, dəri növləri, fərqli dəri növləri olur ki, qarışıq dəri növləri, yağlı, quru, normal. Mənim sırf özümdən deyəcəm ki, sırf mənim dəri növüm yağlı və qarışıq dəri növüdür. Və təbii ki, həssas dəridir bu cür dəri növləri. Bəli, karma dəri növü. Bəli, Bu arada çox üzr istəyirəm, bir dənə giriş etmək istəyirəm. Hansı ki, karma dəri növündə bildiyiniz kimi sınaq ola bilir, həm quruma ola bilir. Məsələn, baxırsan, bölgələri yağlı, bu bölgələri quru. Elə karma dərili xanım bu quru, yağlı, daha doğrusu bu bölgələri quru və ya da bu məsələ, yəni karma edilən nahiyələrində yarı dəridir. Bu dərilər həm sınaq həm də ilişkili və yaxud ki, qabarma baş verə bilir. Onların da fərqli müalicələri ki, hansı liderimi bilmirəm, hansı bölgəsində karma olan liderimi bölürdüm. O da yaxud ki, ümumi olaraq, genel olaraq bütün bölgə yağlıdır. Nedir? Mən səslərin xanlar. Edirəm. Kimin səsi? Ali'ciğim donmuşsunuz. Her ikiniz donmuşsunuz. Ses yoktu. Çıkın tekrar gelin. Görsənirəm. Səsim. Hə, görsənirsiniz amma səs gəlmir. İndir. Hə, indi gəlir. Gəl donan qız təzdən daxil ol. Bu Telegram. Qoşulmaq da olmur. Yeni gələn xanımlar şikayət edib ki, qoşula bilmirəm. Heç fil kimi qoşulur. İnternette problem oldu. Arzu xanım hara qaçdınız? Gəlir, indi yaxşı gəlir səs, amma yəqin Arzu xanımın səsi yəqin yoxdur. Arzu xanım qaçdı. Yəqin görün. Biriniz Arzu xanımın şəxsinə yazın görək. Tamam, ona qədər mən inşallah bir məhsullardan, hansı məhsullardan, bəlkə sual-cavab istəyirsiniz eləyərik, ya da əlimdəki olan məhsullardan istifadə edirəm quru dərili xanımlar üçün. O zaman mənim quru dərili xanımlar üçün Arzu xanım gələnə qədər mən bir bacı quru dərili xanımların hansı məhsullardan istifadə edirək, quruluğu tam olaraq aradan qaldırmaq və ən əsası da üzdə olan müəyyən yaşdan sonra quru dərili xanımlar ümumiyyətlə C vitamini və müəyyən vitaminlərin əksikliyindən bildiyiniz kimi onların üzündə qırışlar, ay Allahım, ya Rabbim, ya Resulallah, şıq düşür hə üzümə.
Gedim diğer yerde əyləşim. Amma məhsullar da burada qarşımdadır. Yaxşı görünürdünüz əslində. Görsəniz, işıq düşmür üzümə. Bir damcı işıq düşür da o nə şey var ki, heç nə olmaz da neyini? Bakalama hiç de boş üstə. Olmaz deyirsən, heç də olmaz deyirsən, olmaz. Tamam. O zaman Allah'ım gıcık yaradıraq Halidirim məndə. Tamam. Quru dəyli xanımlar ümumiyyətlə onların üzünün daha çox yaşlanması, daha çox üzdə olan problemlərin əmələ gəlməsi, daha çox sallanmaların, daha çox üzün bir növ yaşının verməsinin səbəbi ondan ibarətdir ki, həddindən artıq quru dəriyə malik olmasıdır. Üzdə qırışların aradan əmələ gəlməsini təmin edir. Hansı ki bu məhsullarla məsələn mənim həddindən artıq dərim o qədər quruydu. Həm üz dərim o qədər quruydu. Həmçinin də ki biri var karma dəri olsun, biri də var orta məsələn həddindən artıq çox quruluğa meyilli olan dəri, bir də orta qurulu dərili xanlar var. Mənimkisi həddindən artıq çox aşırı dərəcədə quruluğa meyilli bir dəri idi. Ona görə 35 yaşım var idi, amma sanki üzüm o qədər qəribə bir çupalanma, poparlanma var idi ki üzümdə. Sanki daha çox yaşa malik idim. Amma bu məhsullar sayəsində hansı məhsullardan istifadə edirəm hal-hazırda, indi onları sizə göstərəcəm. Hansı ki cilt bakım kremi, yəni biri bitməmiş, görürsünüz artıq bir damcı qalıbdır, anında stoklayıram. Niyə? Deyirəm birdən bitər, birdən gəlməz falan filan. Hətta bəzən olur 5-5 aldığım, istifadə edəcəyim bir məhsuldur ki, üzümün həddindən artıq quru olmasını aradan qaldırmağa təmin edir. Amma məsələn, əvvəllər mən təzə vaxtlar bundan istifadə edərkən, cilt bakım kremindən istifadə edərkən gündə hər gün istifadə edirdim. Gündə bir dəfə və ya da 2 dəfə istifadə edirdim. Amma indi artıq nəm balansı normallaşdığı üçün həftədə 1 dəfə, həftədə 2 dəfə, həftədə 3 dəfə istifadə edərək o quruluğumu və üzümün rənginin açılması, sızanaqların aradan qalxması əslində mənim üzümdə sızanaq olmur. Amma quruma dediyim kimi həddindən artıq çox olur və bu məhsuldan istifadə edərək üzümün qurumasının da qarşısını alıram. Sonra üz qırışlarını aradan qaldırmaq artıq müəyyən yaşdan sonra bilirsiniz də 35 yaş yuxarı artıq üzdə başlayır. Həm quruluqla bərabər qırışların yaranması, sonra sallanmaların baş verməsi, müəyyən yaşdan sonra 35 yaşdan sonra gözaltı bu hissələrdə qazayaqların yaranması, hətta bu nəinki 35 yaş yuxarı, hətta 25 yaş yuxarı xanımlarımızda bəzən olur, baxırsan ki, necə qaz ayaqlarının çıxmasını göstərir. Bu yaşımda olmama baxmayaraq elə bilirəm ki, elə hər kəs mənim üçün də əslində Home Life məhsullarının sayəsində mən bu qaz ayaqlarının aradan qalxmasını təmin etməyimə baxmayaraq elə bilirəm ki, hər kəsdə indi bu da, amma baxıram ki, 25 yaşlı, 30 yaşlı arası xanımların nə qədər dərin bir qaz ayağı qırışları var. Gəl Aylıcığım, gəl ta ürəyimiz getdi. Mən o zaman Telegramdan. Paylaşın, Telegram bu aralar bizden zaten Home Life'çılarla barışmır. Ulduzu barışmır. Bəzi X şirketler kimi. Bu Telegram'ın da Home Life'çılara karşı biraz antisempatiyası yaranıp koşulabilmiyor hanımlar. Bu da zamanla düzelir inşallah. Kollajen kreminlə kollajen serumunu istifadə edirəm. Çünki dediyim kimi dərin qırışların, Aycım qaçma gəl. Bir dənə bunları danışıb sizə sözü verirəm. Dərin qırışların da aradan qalxmasını. Məsələn, cilt bakım kremi mimik qırışları aradan qaldırır, üzü toparlayır, üstdə olan o quruluğu aradan qaldırır, gözəlləşməsini təmin edir. Hətta elə xanımlarımız var ki, bu cilt bakımından istifadə edərək sızanaqlar əmələ gəlməyi təmin edir. Qorxmayın, narahat olmayın. Birinci növbədə qusur, yəni o sızanaqları qaytarır, sonra onu təzədən onu tam olaraq qurudub daha dərindən təmizləməsini təmin edir. Bir də kollajen kremi ilə kollajen serum, dediyim kimi yağlı, quru dərili xanımların, həmçinin həddindən artıq çox qırışı olan xanımların deyərdim ki, mükəmməl seçimidir. Siz davam edin, sonra digər məhsul, bir də misiliyar su. Mən deyərdim ki, quru dərili xanımların mütləq və mütləq əfsanə bir məhsuldur. Karma dəridə də var. Hətta yağlı dəridə bütün dəri tiplərinə uyğundur. Yəni çox gözəl, üzün gözəlləşməsini təmin edir. Mən 3 ayda üzümə baxım etmirdim. Bilmirəm o gün kimin təliminə girmişdim məhsullarla bağlı. Məhsullarla bağlı xanımın təliminə girdim, baxdım. Xanımın üzü ışıl-ışıl-ışıldayıb. Bir özümə baxdım. Uzun müddət artıq təlimə də 1 aydır, 1 ay yarımda təlimə də çıxmıram. Bir özümə baxdım, bir xanıma baxdım ki, xanımın üzü maşallah ışıl-ışıl yanır. Mən də
artıq bir 3-4 gündür başlamışam qulluq etməyə. 4 günün nəticəsi, yəni həyatımın şoku. Ona görə bu məhsulları sevirəm də. Bu məhsulları sevmə səbəbim də 4 gün içində nəticə verir. 5 gün içində nəticə. İllərlə alıb digər məhsullardan ala bilməyəcəyiniz nəticəni 4-5 gün içində bu mükəmməl məhsullarımız verir. Buyur liderim, siz davam edin, sonra mən inşallah digərlərinə keçərəm. Aha, mən qalmışdım ki, mənim dəri tipim, yəni yağlı qarışıq karma dəri tipinə aiddir xanımlar. Mən üzümə necə qulluq edirəm və bu məhsullarla, bizim öz məhsullarımızla üzümdə olan sızanaqlar olsun, ləkə olsun ki, bilirsiniz ki, sızanaq varsa zaten o dəridə ləkə də olacaq. Çünki o sızanaq quruduqdan sonra istər-istəməz əl gedir, sıxırıq o sızanaqları və bu da təbii ki, dəridə o xoşa gəlməz görüntülərin, ləkələrin yaranmasına səbəb olur. Mən ilk öncə onu deyəcəm ki, xanımlar, hansı dəri tipiniz varsa, o dəri tipinə aid bir üz yumaceli və yaxud da üzümə çöpü seçirsiniz. Bilirsiniz ki, bizdə möhtəşəm şəkildə, baxın, bu Luminax serisinin çöpüyü var ki, mən bu məhsulun xəstəsiyəm, yəni çox möhtəşəmdir. Dərini dərindən təmizləyir, məsafələrin arasına tıxanmış o kirləri belə çıxardır, poraları yığır. Mən nə edirəm, xanımlar? Məndə çay ağacı yağlı üzümə jeli var, mənim dərimə uyğun olaraqdan, yağlı dəriyəm deyə, karma dəri, qarışıq dəri, o dəri tipinə sızanaqlarım var deyə, o məhsulla yuyuram üzümü. Həftədə elə bilin ki, bir dəfə mən səhər axşam çay ağacını istifadə edirəm, tutalım deyirəm və yaxud da 3 gün ondan istifadə edirəm, 2 gün bu məhsulu istifadə edirəm. Bu ləkələri də bilirsiniz aradan qaldırır. Ümumiyyətlə Luminax serisi ləkə üçün olan məhsullardır, yəni bunun serisi. Belə yəni həftədə özüm düzənə salmışam. Bir gün bundan eləyirəmsə, bir gün digəri ilə yuyuram üzümü. Bu şəkildə üzümü yuyub yağ balansı normaya salıram ilk öncə. Daha sonra bilirsiniz ki, qulluq etməli olduğumuz məqam nədir? Ən əsas da karma dəri tiplərində, yağlı dəri tiplərində, sınaq dəri tipləri tonik məhsulları ilə qurutmalıdır. Mənim sizlərə belə deyim də, möhtəşəm məhsul olaraqdan stoklarımızda əgər varsa bu məhsul birinci növbədə məsləhət görürəm tonik olaraqdan həftədə 3 dəfə axşamlar istifadə edə bilərsiniz ki, mən həftədə 5 dəfə də istifadə edirəm. Baxmayaraq həssas dəri tipiyəm, heç bir zərəri ziyanını görməmişəm indiyənə qədər. Çox belə deyim də nə deyirik, bərəkətli məhsuldur. Çox gec bitir. O qədər möhtəşəmdir ki, hətta düşünün ki, makyajımı belə bəzən miselər suyun qutaranda bundan silib təmizləyə bilirəm. Möhtəşəm bir məhsuldur. Liderim, mən bir dənə əlavə edirəm buna. Liderim, çox üzr istəyirəm, buna bir dənə əlavə edirəm. Əslində, biz üz yuma vasitəsilə üzümüzü yuyarkən, xanımlar, üzümüzü yuyarkən biz haradasa 50%, bəlkə də 70%, bəlkə də 80% üzümüzdə o kir... Aha, kir üzdə olan kosmetikanımı deyim, kənardan gələn hər hansı bir kənar müdaxilələrin üzümüzə hoparaq onun təmizləməyini təmin edirik. Amma tonik %90%. Məsafələrin hər alt qatına belə enərəkdən o bizim burada poralar, məsamələr olur. Ta onların için belə soğurub çıxardır, loru dildə desək, yəni təmizləyir. Ona görə də sızanağın yenidən əmələ gəlməsinin qarşısını alır. Sızanaq nəydən əmələ gəlir? Dəraltı yağ bazası, yığılmış kirləri olsun, dərinin altında qalmış makyaj qalıntıları olsun ki, bunlardan əmələ gəlir. Əgər pürüzsüz bir görüntü istəyirsə, tonik mütləq şəkildə lazımdır. Bilirsiniz ki, bu tonik bəzən stoklarımızda olmur, normaldır. Bu demək deyil ki, biz almayacağıq. Bizim kabinetimizdə yağlı dəri cildləri üçün, yağlı karma daha doğrusu, sonra quru normal dəri tipləri üçün olsun, hər dəriyə uyğun digər toniklərimiz də var ki, onlar da möhtəşəmdir. Miselər suyu olmadığı zaman hətta mən sizə məsləhət görərəm ki, o toniklərlə üzünüzü miselər suyu əvəzi silib makyajınızda təmizləyə bilərsiniz. Mükəmməl bir məhsullardır. Yəni tonik mütləq sızanaqlı dərilərin öz dərisinə uyğun istifadə olması birinci növbəli deyərdim ki, məhsullardan biridir. Daha sonra mən nə edirəm, xanımlar? Bunlar gündəlik belə deyim də, hər bir xanımın üzünə etməli olduğu vasitələrdir. İstər axşam, istər səhər. Bilirsiniz ki, həftəlik də baxımlar var ki, maskalarla edirik biz bunu. Baxın, bizim bilirsiniz pilingimiz var. Bu düyü özlü piling, ləkələri açır, dəri altında olan bütün kirləri çıxardır. Möhtəşəmdir də ümumiyyətlə bir sözlə. Qara nöqtələr olsun, poralara dolmuş kirlər olsun, məsamələrin altında qalmış kirlər olsun, hər birin möhtəşəmdir. Bir damcı sürtüb, yavaş-yavaş oxalamaqla, masaj etməklə üzünüzdən çıxan kirləri, hətta makyaj eləməyən xanımlar belə üzündən çıxan kirləri görəndə şoka düşürlər ki, axı mən makyaj etmirəm, bu kirlər hardan çıxır? Baxın, hava ilə, tozla belə bizim dərimizə, dəri altımıza kirlər yığılır, xanımlar. O kirləri belə bu möcüzəvi məhsul çıxardır. Mən bir ayda, həftədə misal üçün 2 dəfə bu maskadan istifadə edirəmsə, bir də bildirim ki, bunu yalnız həftədə bir dəfə istifadə edə bilərsiniz. Digər zaman, misal üçün oksigen maskamızdan istifadə edirəm. Möhtəşəm bir məhsulda, artıq bunun için bitirmişəm. Baxın, bir balaca bu boyda qalıb, xanımlar. Çox gözəl köpüklənir. Dərinin ta
ən alt qatarına edərək də dərində bütün olan kirləri çıxardır və belə deyim də anında sizə belə pürüzsüz uşaq dərisi yumuşaq bir görünüş verir və bir dartılma gəlir üzünüzə. Möhtəşəm bir məhsuldur həqiqətən və dəridə olan parlaqlığı ilk istifadədən görərsiniz. Belə deyim də onun fərqinə varasınız ki, dərimdə nəsə bir fərqlilik var. Parıldama, parlaqlıq, uşaq dərisi kimi pürüzsüz yumuşaq bir dəriyə sahib olasınız. Yəni bu məhsullarda və bununla yanaşı qarışıq yağlı tipləri üçün mən məsləhət görərəm arındırıcı maskanı. Bunu da artıq bitirmişəm. Vidamızı qalıb. Çox möhtəşəmdir. Yağ balansın o qədər gözəl normallaşdırır ki, xanımlar. Baxın, yenə deyirəm, sızanaqların çıxmasına səbəb budur ki, biz üz dərimizə belə deyim də doğru baxın, qulluq etmirik. Və biz ən əsası yağlı dəri olaraqdan, sızanaqlı dəri olaraqdan xanımlar, yağ balansını normallaşdırmaqdır bizim işimiz. O yağı normal qaydaya saldıqdan sonra digər qulluq vasitələrində sızanaqların çıxmasının qarşısını ala bilərsiniz. Arındırıcı maskanı da məsləhət görə bilərəm sizlərə. Möhtəşəmdir. Baxın, istifadə qaydası da çox rahatdır. Ağ belə əvvəl mellə yazırdıq da, bilirsiniz məktəbdə. Melə oxşar bir şeydir. Gözaltı xaric olmaqla gözaltınıza qəti şəkildə nə bunu, nə peelingi məsləhət görmürəm. Oksigen maskasında olmaz gözaltına. Gözaltı xaric olmaqla bütün dərinizə nazik təbəqə şəklində çəkirsiniz. Bir hardasa 15-20 dəqiqə saxlayıb ilıq su ilə yuyursunuz. Üzərindən mütləq şəkildə dəri növünüzə uyğun olaraqdan nəmləndirici kreminizi çəkirsiniz, xanımlar. Mən hər zaman istifadə etdiyim... Çox üzr istəyirəm. Bir tonik haqqında, tonik ümumiyyətlə üzü krema hazırlayır. Hansı ki, hər hansı bir kremdən istifadə ediriksə, istər tonal olsun. Məsələn, hər hansı bir bölgəyə gedirik, hər hansı bir yerə gedirik, hər hansı bir toya gedirik, hər hansı bir evdən çıxıb özümüzə əgər tonal vururuqsa da, onu belə tonikdən üzünüzü sildikdən sonra o tonalinin hoppasını daha gözəl təmin edir. Niyə? Çünki istənilən məhsul tonik məsaməni açır, içini təmizləyir. Sonra o məsamənin üzünü örtərək oturub gözləyir ki, görür. Ha vaxt mən üzümün nə vuracaq, makinanın anında əmiyim və oradakı olan vitaminləri, oradakı olan hər alacağı bir nəyisə üzün dərinliyinə tətbiq edim. Yəni tonik mütləq və mütləq olmalıdır ki, dərin təmizləmə. Bir də peeling gel haqqında bir məlumat vermək istəyirəm ki, peeling gel əfsanə bir məhsuldur. Ümumiyyətlə təbabətdə də bildiyiniz kimi düyü, aha bu məhsulumuz. Düyü ümumiyyətlə mənim yadımda da uşaq vaxtı mənim xalamgil nə edirdilər? Xalamgil düyünün suyu hansı ki aş süzmürdülər. O düyünün suyunu götürürdülər. Hər möhtəşəm cilt baxım, yəni sirridir. Ona görə də var. Niyə? Ona görə də onların 50-60 yaşında baxırsan ki, üzləri şumşumallıdır. Niyə? Daha çox düyü ekstraktından istifadə edirlər. Və bizim bu məhsulumuzda da mükəmməl və ötəsi bu ekstraktdır. Hətta nə deyirlər ona? Çistka effektini. Çistka effektini daha dərindən çirq qalıqlarını, daha dərindən üzdə olan bütün problemlərin bir sözlə aradan qalxmasına liderim deməsən, ağ rəngdə sürtürsən, bəzən olur ki, belə qəribə bir rənglərdə olur, karışıq bir rəng olur. O dərindən təmizləməyə, necə ki, üzümüzü yuduq, təmizlədik, sonra üzümüzü toniklədik, amma yenə də yetdi mi, yetmədi, əl-əxsusda quru yağlı dərili xanımlar. Çünki onların üzündə o yağ balansı, sebum ifrazı daha çox güclü olduğu üçün, o evə baxırsınız xanımlar, evi təmizləyirik, silirik, ev nə gündə olur, toz olur. Buradan silirik və buradan, məsələn, bu gün evi təmizləyirsən, bir saatdan sonra əlini bir dənə baxırsan ki, dərində toz var. Niyə? Həmin tozlar bizim üzümüzə belə hopur. Bədəndə məsələn paltar icazə vermir, paltar qoymur onun toppasına. Amma üzdə nə edir? Əldir, üzdür, boğaz nahiyəsində o çirklər, nə ki dünyada nə qədər çirklər varsa, evdə nə qədər çirklər varsa, hamısı üzümüzə təmas edir və bunu dərindən təmizləyəməzsinizsə, təbii ki, gəlib müəyyən fəsadlarını, nə bilim, pirişiklərin əmələ gəlməsi, rəng tonunun bərabərləşməsinin aradan qalxması, üzün çirklənməsi, üzün, nə bilim, diskomfort hissinin yaranması, sallamalar, hər biri təbii ki, o kir qalıqlarının üzə hopub da nəticəsinin bu şəkildə gəlməsinə gətirib çıxardır. Ona görə peeling gelimizə dərindən təmizləməni təmin edir. Mən burada bəzənirəm deyə sonunda baxarsınız mənim indi gözəlliyimə. Buyur Alizim, bir tərəfini bəzənir, bir tərəfini bəzənir. Doğru. Daha sonra qeyd etmək istəyirəm ki, dəyərli liderlər, dərini hansı məhsullarla təmizləmənizdən asılı olmayaraq, maska olsun, digərləri olsun, mütləq şəkildə hər bir maskadan sonra, ümumiyyətlə hər axşam və yaxud da necə ki, sadəcə makyaj eləyəndə nəmləndirmək lazım deyil. Gündəlik olaraq da yağlı dəri, bu cür insanlarda bilmirəm, nədənsə yəni bir fikir formalaşır ki, yağlı dərilər ümumiyyətlə yəni nəmləndirici istifadə etməməlidir. Zaten dəri yağlıdır, xeyr xanımlar. Yanlış bir fikirdir, qəti şəkildə belə etməyin. Yəni dərinin hər zaman nəm balansına ehtiyacı var. Baxın, mənim ümumiyyətlə daimi istifadə etdiyim hayf, indi əlimdə bitib, qutusu da yoxdur, uşaqlar atıb. Aynı safa cilt bakım kremidir ki, mən bunu bir ildir mütəmadi olaraqdan, yəni 2 aydan bir alıram, stoklayıram. Bir krem mən 2 ay istifadə edirəm. Hər axşam
Hansı serumu vursam, hansı məhsulu vursam mütləq şəkildə Aynı Safanı vururam. O qədər möcüzəvi bir məhsuldur. Bir dənə girin Aynı Safa ilə internetdə hər hansı bir şeydə yazın. Aynı Safanın nə qədər zəngin tərkibə malik olduğunu görsəz, inanın ki, o məhsulu harda görsəz alıb istifadə edəsiniz. Yəni tərkibində Aynı Safa olan. Bizim də Aynı Safa kremimiz çox möhtəşəmdir. Dəri bariyerini qoruyur, onarır, nəmləndirir. Çox gözəl sızanaqlar olsun, dəridə yaranan yaralar olsun. Baxın, bunların qarşısını alır. Aynı Safam bitib başlamışam artıq. Cilt bakım kremim var idi. Bundan istifadə etməyə artıq bu da bitir. Xanımlar, cilt bakım kremi də düzdür, bütün dəri tipləri üçündür, amma tərkibində olan ümumiyyətlə bunun da məhsullar sızanaqlı, qarışıq dəri tipləri rahatlıqla istifadə edə bilər ki, vitamin, səhv etmirəmsə B5 idi. Hə, vitamin B5 var, kalendula ekstratı var ki, bunların hər biri, belə deyim də, sızanaqlı dərinin bariyerin onarır. Egzam olan sahələrə də istifadə edə bilərsiniz ki, bu hallarda yəni istifadəyə uyğun məhsuldur. Və mən nəmləndirici olaraqdan hər yaz, yay, payız, qış demədən bilirsiniz ki, yağlı dəriyə sahibsənsə su bazlı nəmləndirici istifadə etməlisən, daha doğrusu günəş kremi. Mən su bazlı günəş kremimizi stoklayıram hər zaman. Hətta düşün, tələsik bir yerə gedirəm, əvvəllər tonal kremi evdən çölə çıxanməzəm, amma bu tonal krem, yüngül tonal krem effekti verdiyi üçün bundan istifadə etməyi mənim üçün kifayətli olur. Düzdür, tam tonal krem effekti vermir, amma yüngül də yüngül. Baxın, bilmirəm, oradan nə dərəcədə görərsiniz, belə bəlkə qabına vurun. Baxın, sarımtıl bir rəngdədir. Xanımlar, bu SPF-in, yəni, bir də su bazlı olduğu üçün dəriyə o qədər gözəl qoxur ki, çox gözəl mat, dəridə yağlılıq hissi buraxmır. Çünki yağlı dəri zaten yağlılıq hissini sevmir. Çox gözəl mat bir görünüş bəxş edir. Dərini dərindən nəmləndirirən əsası. Mənim əlimin altında hər zaman olan bir məhsullardan biridir. Əgər sizə yağlı dəriyə sahibsinizsə, xanımlar, mütləq şəkildə bu SPF-i əlinizin altından əksik etməyin. Və bilirsiniz ki, SPF sadəcə yay aylarında deyil də, eyni zamanda qış aylarında, payız, soğuk aylarda mütləq şəkildə dəriyə alır. Hətta düşünün ki, telefonun şüasından belə yəni üzümüzə ləkə düşə bilir, xanımlar. Yəni bir düşünün də, görün biz SPF-i nə dərəcədə mütləq şəkildə istifadə etməliyik. Daha sonra bilirsiniz ki, yağlı dəridə məsamə daha çox olur, quru dərilərdə məsamə o qədər çox olmur, qara nöqtələr daha çox olur yağlı dərilərdə, ən əsası T bölgəsində, alın, çənə, burun ətrafında. Mən sizə desəz ki, Arzuxan, mən qara nöqtələrdən, məsamələrdən çox əziyyət çəkirəm, nə edə bilərəm? Sizə məsləhət görəcəyim məhsul Powerful'un bu baxın, bənövşəyi rəngdə olan serumudur, xanımlar. Çox möhtəşəm bir məhsuldur, Clean Bright serumudur. Qara nöqtələrin, məsamələrin qənimidir deyərdim. O qədər möhtəşəmdir ki, artıq dibində bu qədər qalıb. Mən çox tez bitirirəm və hətta yadımdadır. Zirvənin, Turkuaz üzəri qrup var idi əvvəllər. Biz o qrupda bunu bir dəfə o dərəcədə reklam etmişdim. Eləyim də var, Müsalə xanımın qrupu. Yod rəngində olan bir serumdur. Düşünün ki, bir dəfə o dərəcədə reklam etmişdim ki, sadəcə 1-2 səsimdən xanıma mənim məhsulat əlimdən sonra gedib Müsalə xanım səs atmış ki, Arzu xanım, neydədir? Stokda bitdi yəni bu məhsul. Bu məhsul o qədər gözəl tərkibə malikdir ki, tərkibində ümumiyyətlə bunun da vitamin B3 var. Ən əsası sızanaqlı dərilər üçün, qarışıq dərilər üçün, yəni problemli bugünkü mövzumuz nədir? Ən əsas sızanaqlı yağlı dərilər, yəni həmin bu dərilər üçün əvəz olunmaz bir məhsuldur. Sızanaqları qurutmaq olsun, qara nöqtələri, məsamələri kiçiltmək olsun, qara nöqtələrin aradan qalxmır, qara nöqtə tamamilə getmir. Bu çistikaya belə getsəz, orada belə deyirlər ki, qara nöqtə tamamilə gedən bir şey deyil. Müəyyən müddətdən sonra yenidən əmələ gəlir. Amma o görüntünü makyajda və yaxud da adi gündə makyajsız belə görmək, hiss etmək istəmiriksə, bunun üçün mütləq şəkildə baxım lazımdır. Baxın, bu məhsulumuzdan istifadə edə bilərsiniz. Yenə deyirəm, həftədə 3 dəfə axşamlar istifadə etməyiniz kifayətli. Yumursuz, səhər duranda yuğa bilərsiniz üzünüzü. Mənim əlimin altında mənim yəni ən qoruyucu məhsullarımdan biridir. Daha sonra deyərsiniz ki, yağlı dəri bildik, üzümüzü yumağı bildik, hansı kremləri bildik və belə deyim də, ləkələri artıq necə apara bilərik? Bilirsiniz ki, bizim çoxlarımızda ləkə aparıcı müxtəlif şəkildə serumlarımız var. Bu antifrekli serumu olsun, kremi olsun ki, mənim ləkələrimi mən digər serumlardan heç istifadə belə etməmişəm, ehtiyac duymamışam. Çünki antifrekli kremi və serumu ilə çox gözəl şəkildə aradan qaldırıram mən bunu. Baxın, bax, balaca boyu var, kükürt kremi kimi. Bu arada kükürt kremindən də bəhs edəcəm. Amma çox böyük işlər görür bu məhsul. Bu məhsul səpkiləri çox gözəl şəkildə qurudur. Düşünün, hələ bu ləkə üçündür, ha. Amma misal üçün, mənim baxın, burada görsənir, buradan bir dənə sızanağım çıxıb, xoşbəxtlik. Yəni, bir dənə, baxın, mən bunu anında quruduram. 3 gün ərzində onu yoxa çıxardıram, yəni, o dərəcədə. Qalıb ləkəsini aparmaq, ləkəsini seçin, alın, bəzən serumun bitir, sadəcə antifrekli kremin düzənli istifadə etməklə aradan aparır.
Desəz ki, sızanaq çıxmış bölgəni, misal üçün mənim dərim təmizdir, amma arada bir oradan buradan tükürdüyü çıxır da sana. Onu necə anında üzərinə düşüb, yəni 3 günə yox eləyə bilərsiniz. Düşünün, bir həftə sonra toyuydu. Mən 3 günə dərimdə olan yeni çıxmış sızanağı mən yəni soldurdum. Bir balaca elə belə görüntü onu da tamamdan yəni həll etmək olurdu tonal kremlə. Mən onu necə etdim xanımlar? Düşünün, ilk növbədə üzüyuma gelimlə yudum. Daha sonra nəmləndirici tonikimi istifadə etdim. Tonikdən sonra hansı nəmləndiricini istifadə edirəmsə, o zaman aynı safanı istifadə etmişdim. Nəmləndiricimi istifadə etdim, dəri bariyerimi gücləndirdim. Daha sonra axşam yatmamışdan öncə qalın təbəqə şəklində sızanağımın üzərinə kükürt kremimi əlavə etdim. Hər axşam 3 gün ərzində. Birinci günündə effekti anında mən səhəri gün görürəm. Neynir? Sovurur. Yetişməmiş sızanağın belə içindəki o ağ irini çıxardıb üzə. Mən onu partlatmıram. İkinci gün yenə yuyuram, nəmləndirici kremimi, tonikimi, qulluğumu edirəm. Yenə ikinci gün qalın təbəqə şəklində kükürt kremimi çəkirəm. Artıq səhər duranda onu heç partlatmağa belə ehtiyac qalmayacaq. Ağ ucumuzların içində olan irin artıq özü çıxmış olur. Üçüncü gün vurub qurumasının səbəb oluram. Maksimum siz 5 gün ərzində çox gözəl şəkildə, yəni sanağı evdə özünüz müalicə edə bilərsiniz bizim məhsullarla. Yəni məhsullar möcüzəvidir. Və mənə bundan öncə bildirilər ki, mənim komandamda deyildi, Çinara xanımın hansısa yan qollardan idi. Xanım mənə sual verir ki, Arzu xanım, bəs bugünkü dərimizə uyğun olaraq bir sual verin. Məhsullar qrupunda təlim zamanı, daha doğrusu Telegramda bunu cavablayarsınız. Həm qırışım var, həm də mənim dərim heç bir problem yoxdur deyir, amma dərim yorğun sallaq görsənir. Baxın, 40 yaş üzərində xanımımız. Məsləhət görürəm ki, 40 yaş üzərisinizsə xanımlar. Bəli, kollagen, yəni bu yoxdur. Bu yoxdur. Bana ne şişirdin sen ki beni? Aklımdan istəyirəm mən. Deyirəm, digər kollagenimiz stokda nə fərqi var? Yəni tərkib demək olar ki, eynidir yəni. Tamam, kollagen həyatınızdan əksik etməyin, dəyərli bilirəm. Stokumuzda olan kollagen. Kulağını sizə liderim. Çox möhtəşəm. Həqiqətən bəzən görürsən, dəridə heç bir problem yoxdur. Hər bir şey yolundadır. Dəri sanki belə qaşlar biri var, bir də var, belə gedir. Yorğun elə bir. Ruh belə necə deyim, dəriyə baxırsan, görürsən ki, dəridə nəsə cansızlıq var. Nə inirsə edirsə o canlanmır. Necə saçda bəzən cansızlıq olur. Heç nəsə bir şey canlanma ehtiyac duyur. Maska mı olsun, baxım mı olsun. Dəri də belədir. Və bunu nə qədər xaricdən biz istəyir, nə iləsə krem olsun, baxım olsun, etsək belə olmur. Bu zaman məcbursuz ki, müəyyən yaşdan sonra kollagen istifadə edərsiniz. Mənim liderlərimdən bu stokda olmadığı üçün digəri. 51 yaşında liderim var ki, istifadə edir, çox razıdır. Və istər həm qığırdaq sinir ağrıları olsun, istər üz dərisinin görünümü olsun, bəli, oynaq ağrıları olsun. O qədər ağız dolusu danışır ki, həqiqətən bir sözlə möcüzəvi məhsullardır. Hər birinizə məsləhət görürəm ki, nə qədər xaricdən baxımda etsək, daxildən mütləqdir xanımlar. Mütləq şəkildə daxildən, yəni biz bunu və bir də onu daxildən demişkən, bizim kiraz saplı çayımızı da alın eyni zamanda için. Dəridə olan problemlərin bir nömrəni belə deyim də aradan qaldıran daxildən məhsullardan biridir. Əvvəllər səhv etmirəmsəm, indi stokumuzda yoxdur, hansısa bir məhsulumuzu deyirdi həmişə Çinara xanım. Qara çörək otu. Düzdür? Qara çörək otu. Rex çayı. Rex çayı o zaman biz həm əsəbləri sakitləşdirirdi, həmçinin də üzdə olan ekzemanı, bədəndə olan ekzemanı mükəmməl şəkildə aradan qaldırırdı. İndi onun yerinə kiraz saplı çayı verə bilərsiniz. Çünki o da tam olaraq həm daxildən ödəm axtırır, şişkinliyi aradan qaldırır, ekzemanı aradan qaldırır, üzdə olan sınaqlar, yəni bədəndə olan sınaqlar, hər hansı bir o iltihab əleyhinə bir çaydır. Bu bir dənə gözəlliyimi göstərir. Nə olar? İcazə ver, liderim. Nə olar? Liderlərim də liderlərim. Biraz 5 dəqiqə toy bəzəyi etdim. Yəqin ki, aradakı fərqi görə bilirsiniz. Bu arada dodağımı göstərmək istəyirəm. Mənim ən həssas yerim, hələ indi vurmuşam da, təlimə çıxırdın deyə vurmuşam. Mənim ən həssas bölgəm dodağımdır. İllərdir mən dodağımdan həqiqətən bir növ nə qədər kosmetika vursam da, üst dodağım olmadığı üçün və dolguya da önəm vermədiyim üçün adi pomadalardan istənilən pomadaları istifadə etmişəm, amma homun verdiyi effekti vermir. Və insanlar elə bilir ki, bəzən mən dolgu etmişəm, amma əslində dolgu deyil də, gördüyünüz kimi baxın, xətti kənardan çıxmışam. Nə qədər çıxmışam, bunu buradan da görmək olur. Amma xəttin kənardan çıxdığı hiss olunmur. Bunu pomadalardan istifadə edən biləklərimizdən istifadə edən xanımlar bilərlər nə demək istədiyimi. Adətən xanımlar bəzən görürəm kənarda öz dodaqlarını yekəltmək mənim üçün biraz yəqin kompleksdirlər dodaqlarına qarşı. Vururlar və o qədər çirkin və diskomfort hissi göstərilən bir çirkin görünüm alır ki,
hiss olunur ki, dodağından kənara çıxmısan. Amma bizim bu mükəmməl məhsullarımız məndə ümumiyyətlə bu bitmir. Heç vaxt bitmir. Bitəndə buna bax. Başı Stoklayırıq. belə qırılır. Valla stoklayırıq, başı belə qırılır. Yenə onun dibini belə sıvırana qədər saxlayıram. Çünki ən sevdiyim həqiqətən məhsullar sırasındadır ki, həssas bölgəm. Mən deyərdim ki, Homa gəlsəm, bir kabinetimə baxsaz, görərsiniz ki, ən çox istifadə etdiyim məhsul, ən çox aldığım məhsul və hər dəfəsində məhsul vuranda mütləq və mütləq bu dodaq boyalarından alıram. Çünki dodağımın həqiqətən də mənim özümü daha gözəl və özümü daha baxımlı hiss etməyimi təmin edir. Nə qədər bəzənsəm də, nə qədər kosmetikadan istifadə etsəm də, dodaq o olmadığı üçün, kənara çıxanda çox çirkin bir görünüm verdiyi üçün mən məcbur özümü gözəl hiss etmirdim. Amma indi Home'un sayəsində artıq özümü çox... Yəqin ki, hiss olunur, liderim aradakı fərq. Həmçinin düz toparlan. Göz önündədir. Göz önündədir. Bura, məsələn, sallanma var, hiss olunur yəqin ki. Həmçinin belə sezginlik var, biraz yorğunluq var. Amma bu tərəf şəffaf, bebek üzü kimi, çocuk üzü kimi, uşaq üzü kimi. İnşallah mütləq və mütləq toy bəzəklərinizdə bu məhsuldan istifadə edərək, yəni insanlar, hətta mən deyərdim ki, bilirsiniz deyin, gedin salonlara gedin. Hansı ki deyirsiniz, bəzən deyirsiniz, mən kimə gedim, hara gedim, necə qeydiyyat gətirim deyirsiniz. Əmin olun ki, bu məhsulları götürüb hər birindən, ay çox təəssüf olsun, bu yadımdan çıxdı, ən sevdiyim make-up. Bundan baxın, mən bunu hətta üzüm quru olduğu üçün mən bunu gündəlik olaraq, düzdür, mən indi edirəm, siz etməyin, indi etmək istəyirsinizsə də özünüz bilərsiniz, edə bilərsiniz. Mən bunu gündəlik olaraq, gündə bir dəfə sadəcə üzümə gündəlik olaraqdan istifadə edir. Gündəlik olaraq, yəni, o qədər gözəl şəkildə üzümün rəngini açır, üzümün o yumuşaqlıq hiss edirəm, dəri tonumun bərabərləşməsini təmin edir, üzümə rahatlıq verir. Dönəmsəl mən kremləri dəyişirəm. Məsələn, bir ay bundan istifadə edirəm, 2 ay bundan istifadə edirəm, sonra keçirəm 2-3 ay bundan istifadə edirəm, sonra ümumiyyətlə heç nə istifadə etmirəm, ancaq bu make-updan istifadə edirəm. Çünki niyə rahatçılıqdan istifadə edirəm bundan? Biri bitən kimi də bir damcı qalmışdı, bunu almışdım, bunu yarısını olan kimi dedim birdən amandı bitər, təzəsini də almışam, açmışam, qoymuşam artıq bura. Çünki mənim ən sevdiyim bölgəm, ən özümü belə gözəl hiss elədiyim və özümü bir qadın olaraq özümlə qürur duyduğum həm saçım, bir də üzüm, saçımı da göstərə bilmirəm. Amma saçım ümumiyyətlə uzun müddət idi, mənim saçım uzanmırdı. Amma Home Life məhsullarından mən bir də saçımı biraz kəsənəm, biraz stres olan kimi tuturam, hard. Yəni, hətta özüm kəsdirəm belə. Amma indi artıq uzatmaq istəyirəm. Maşallah olsun ki, bura çatır. Və tökülmələr, biraz stresdən bağlı tökülmələr, bu 3 ay biraz bilirsiniz də, bəzi problemlər, bəzi işimizdə olan gedişatlar, bəzi dönəm keçirik və bunun aradan qalxacağımızı və bir gün həqiqətən də o həyat, yaşam tərzimizə və yaxud da iş tərzimizə yeni bir hekayə əkləyəcəyimiz bir zamanlar keçdi. Həm də olsun ki, keçdi. Saçım tamamən tökülüb. Uzun olmasına baxmayaraq həddindən artıq tökülmələr baş verib. Belə çox at quyruğu deyən bir şey artıq olub. Hətta Home'un artıq məhsulları da istifadə etdim. Çünki streslə bağlı olduğu üçün. Amma stresim biraz azalan kimi mənim canımı kurtaran, həqiqətən də saçımı anında toparlamışsın. Qorxmuram. Saçım töküləndə insanlar məsələn əvvəl qorxurdum ki, keçəlləşəcəm. Ay buram keçəlləşdi, müəyyən yaşla əlaqədar olaraq mən nə qayıracam. Amma indi qorxmuram. Deyirəm, əşli keçilsindən, stresim özünə gələndən sonra, özümü toparlayandan sonra onsuz da sağ olsun Home'un məhsullarından istifadə edərək o saçımın yenə də istədiyim effektə inşallah ki çatacağım. Saç argan yağlı serum. Ya əfsanə bir məhsuldur ki, çox sevdiyim, həmçinin şokolad gəlir, yedirəm, mükəmməl şokolad. Arada açıram, bütün qoxunu içimə duyuram və saçıma da elə bayaqları vurmuşdum ki, saçı yumşaq edir, axır, saçın axmasını da təmin edir. Buyur Alidir, mən yoxsa sayı imkan verməyəcəm. Gözəlliyi də göstərmək istədim ki. Həmişə gözəllikləridir, möhtəşəmsiz. Onu da bildirmək istəyirəm ki, bayaq bir şeyə toxundunuz ki, bir məhsulu mütəmadi olaraq istifadə etmirəm. Mən hər kəsə məsləhət görəm. Misal üçün, mənim komandamda bir xanım var, bunun o qədər möhtəşəmliyi görüb ki, bəlkə bir il həyatında ancaq bu kremi istifadə edir. Dəyişmir. Baxın, hər zaman deyirəm, mən bir ay əgər bunu aldım, bu bitənə qədər bunu istifadə etdimsə, bunu dəyişəcəm, aynı sabahını istifadə edəcəm. Aynı sabah bitdisə, misal üçün digərini alıb istifadə edəcəm. Adi şampunu belə aldığımız zaman deyirlər ki, yəni bir şampunu mütəmadi istifadə etməyin. Dəyişin yəni.
Bəli, dəyişin. 2 və 6 ay arası şampun dəyişilməsidir. Nə qədər saçına düşsə də, nə qədər saçını gözəlləşdirsə, 6 aydan sonra o saçına artıq o verəcəyi vitaminləri vermir. Ona görə bəzən xanımlar deyirlər, ayda mən saçım tökülmürdü, indi tökülür. Niyə? Çünki sən 2 aydan 3 aydan bir əgər saçının gözəlləşməsini istəyirsənsə, şampunu dəyişməlisən. Acı məsələn mənim saçım o qədər həddindən artıq quru saçdır ki, mən çay ağacı şampununu belə quru saçlar məsələn istifadə etmək olmaz bildiyiniz kimi. Amma çay ağacının o tərkibində olan maddələr, məsələn herbal 5-də olmadığı üçün və yaxud da digərlə çoban yastığında olmadığı üçün mən çay ağacını alıram, istifadə edirəm, amma nə ilə istifadə edirəm? Keratin maska ilə istifadə edirəm. Niyə? Çünki həddindən artıq saçımı qurudur. Zaten quru saçdır. Çay ağacından istifadə edəndə ümumiyyətlə saçım quruyur. Niyə edirəm? Keratin maskadan istifadə edirəm ki, o saçımın qurumamağını da təmin edim. Buyur liderim. Bəli. Bundan da əlavə onu qeyd etmək istəyirəm ki, yağlı dərlərdə yəni mən özüm də bundan Çinarə xanımın üzərinə gəlmişdim ki, mənim dərim su az içdiyim üçün bilirsiniz ki, kolagen də nədir? Su ilə təmin olunan bir şeydir. Dərimdə məsamə genişlənməsi əmələ gəlmişdi. 2 il bəlkə də bundan qabaq heç bir rütbəm yox idi. Onda yeni gəlmişdim, hətta ikinci dövriyyəm idi. Çinarə xanım mənə məsləhət gördü ki, kolagen serum, kolagen krem. Yəni bu sənin su içmədiyin üçün dərinə lazım olan o kolajeni ötürəcək. Yəni baxmayaraq ki, bilirsiniz ki 25 yaşdır, mən onda 24 yaşım ya 23 yaşım var idi. Dedim ayda mən nə edirəm? Mən slide mən davam vaxtı. Və yadımda heç bir qırışım yoxdur, bir şey. Mən bu məhsulu indidən nə edirəm? Yəni mənim də yaşım 23-dür. Dedi, yox, bu yaşdan deyil. Sən suyu az içirsən və az içdiyin üçün də dərin müəyyən o kolajeni təmin etmir. Ona görə də məsamə genişlənməsi yaranır səndə. Ona görə məsamədən problem çəkirsinizsə əgər, kolajen serumu ilə kolajen kremin alıb rahatlıqla istifadə edə bilərsiniz və biz çay ağacıya toxunmadıq xanımlar. Çay ağacı yağlı krem haqqında da onu qeyd etmək istəyirəm xanımlar. Çay ağacı elə bir kremdir ki, ümumiyyətlə, dəri altı olan sızanaqları və Çinarə xanım dedi, yetişdirir, çıxardır üzə, ondan sonra sağaldır bunu. Misal, mən bunu bu yaxınlarda bir yaxınımıza satmışdım, yəni istəmişdi, gətirmişdim. Alnında dəri altı sızanaqlar var idi, ərgənlik dönəmi ilə bağlı. Qız dedi ki, ay Arzu, bunu vurdum, 3 gündən sonra dərim lap da o sızanaqlar çıxdı üzə hamısı, pıtır, bir də səs atmışdı. Halbuki mən ona qabaq sana demişdim. Yaxşı dövlü məhsul dedi. Halbuki mən ona demişdim ki, bax, sənin dəraltı sınaqların yetişib bizə çıxardı, qorxma, davamiyyətli bunu istifadə elə yəni. Baxın, mən də alnımda olmayan bəzən sınaqlar olur ki, və yaxud da çənəmdə, ona bir görürəm kremi vurandan sonra səhəri gün üzə çıxır, yavaş-yavaş. Mən bundan qorxmuram, çünki bilirəm ki, o altda olan sınaqları və bunun müalicə müddəti budur. Çıxardır üzə çıxardandan sonra başlayır onu mütəmadi istifadə edirsən, qurudandan sonra da rahatlıqdan artıq o aradan çıxır, gedir yəni. Yəni çay ağacı yağlı kremi istifadə edəndə qəti şəkildə qorxmayın. Və bir də mənə son zamanlarda statusunda məni izləyən liderlər var ki, hətta mənim komandamda olmayan o qədər liderlərin nömrəsi var ki, mənə deyirlər ki, Arzu xanım, sizin qaşınız dəhşət buraları boş qaşı idi da, yəni dəhşət belə deyildi. Kiprikləriniz uzunuydu, amma həcmli deyildi. Nə etmişsiniz liderlər? Mən bu məhsulu hələ 1 ilə yaxında istifadə edirəm, hələ bitirib qutarmamışam. 15 gün istifadə edirəm, nəticəsini görəm, qoyuram kənara. Yəni bu məhsul o qədər möcüzəvi məhsul ki, bir tərəfi bilirsiniz, Çinarə xanım da yeni ambalajı, yəni qablaşması tələb elədi, həm qaşa, həm şeyə. Mən yəni bu məhsulu hər gecə yatanda... Mən bunu bir çıxarmışam, sən nə tər istifadə edirsən? Mən onda yiyirəm məhsul. Dedirəm, mən bunu 15 gün istifadə edirəm davamiyyətli. Mən bunu effektin görəm və salam, qoyuram kənara. Yəni, bir ay davamiyyətli istifadə etdiyim olmuyor. Baba dibindədir, qutarır, az qalıb. Qaşı olanı qutarmışam da, dedim, kiprik üçün birini elə bir kəm qaşam görüb, ikisini istifadə eləmişəm, sonra da bunu açıb istifadə eləmişəm. Yəni, xanımlar, qaşı, bir ay buna düzənli istifadə, bir də buna fürsət tanıyın, istifadə eləməyən liderlərədir sözüm. Bir ay bunu istifadə edin, yəni qaş baxım kiprik yağlardır. İnanın ki, yəni qaşınız gəlmədiyi qədər gələcək. Seyrəklənmiş qaşlar varsa da, yəni mənim qaşım əvvəl bu cür mükəmməl deyildi də, yəni. Kipriyim düşünün ki, mənim uzun olub, amma həcmli olmuyor. Ki, mənim statusda şəkillərimi görə deyirlər, qaynaq qoydumsa, deyirəm, valla öz kipriyimdir. Homud 2 dənə tujundan vururam, yəni 2 dəfə üst-üstə vururam və salam, o qədər uzanır, yəni. Başqa heç bir şey etməmişəm, yəni heç bir prosedur falan olmuyor. Sadəcə bu məhsulla, baxım yağı, qaş üçün, kiprik üçün olan bunlardan istifadə etmişəm. Və bunu da bilirəm ki, çox xanımlarımız, əksər xanımlarımız əziyyət çəkir. Ən əsasda kiprik qoyduranlar, laminasiyaya gedənlər, ondan sonra tökülmə başlayır, axı bilirsiniz. Mütləq şəkildə baxımdan istifadə edin. Necə üzlərimizə, saçımıza baxırıqsa, valla
Prik qaş da qadının ən gözəl, yəni bölgəsindən biridir ki, buna da baxım lazımdır. Mütləq şəkildə bunu da istifadə edin. Yəni bu gün sizlərə danışmaq istədiyim əslində məhsullar bu qədərdir. Əlavə belə istəyərdim, nə deyim, sual cavablara önəm verək. Son Buyurun. olaraq da bunu demək istəyirəm. Bir dənə iş deyim, hansı ki 4 ildir buradayam. Düzdür, qınanası bir hərəkətdir, amma neyim? Doğru danışdığım üçün o deyir, doğrunu 7 köydən qovurlar, qovsaz da qovmasaz da deyəcəm. 4 ildə ilk dəfə bunu istifadə etdim. Almışdım, çoxdan almışdım, amma istifadə etməmişdim. Bildiyiniz kimi bu həddindən artıq çox yağlı yaratdığı üçün, biraz daha çox sudan istifadə etdiyim üçün mən bunu istifadə etməmişdim. Ya zaman olmamışdı, ya vaxt olmamışdı, ya hər nəysə qoyaq gedək, bu da mənim günahım olsun. Liderlərim, mükəmməl və ötəsi. Ya insan bilirsiniz necə? O keçmiş zamanlarda, keçmiş dövrlərdə necə olur? İnsanlar hamama gedirdilər, bəy hamamına gedirdilər, nə bilim gedirdilər oradan deyirdilər, bütün canımın yorğunluğu çıxdı, bütün yorğunluğum aradan qalxdı. İnanın bu məhsul o qədər gözəl stresi. Həmçinin lavantada bilirsiniz də, tibdə ümumiyyətlə lavantanın həm sakitləşdirici, həm ümumiyyətlə antibakteriyal, antifisik. O lavantalıdır, liderim. Məndəki hə. Yox, bu jasminlidir. Sonra Deyirəm də, lavanta deyil, bəli. Jasminlidir. Mən sonra hamdülillah ki ondan istifadə etmişdim, lavantalıdan. Bunu da indi istifadə edərəm. Amma bunun qoxusu məncə ondan daha gözəldir. Və ən əsası da bilirsiniz nədir? Bunu, bəli, buyur. Onu qeyd edim ki, lavantalını mən burada Moskvaya hər zaman, yəni mənim o sifarişim olur ki, qohumumuz. Düşünün, Moskvada o qədər məhsul skrab istifadə edib, qız quru dərlidir. Yəni, heç deyir sizin skraba çatan, sizdən bahalı belə deyir, skrablar istifadə etmişəm, o effekti görməmişəm də, yəni. Lavantalı məhsul quru dərlərin bir nömrə, yəni tərcih olmalıdır, mən düşünürəm. Narlı isə, yağlı dərlərin mən düşünürəm ki, çünki istifadə etmişəm. Həmçinin narı, selüliti və bədən o sallamaları, saklamalı mükəmməl şəkildə aradan qaldırır. Bunu bilmirəm, bu yadımdan çıxıb yalan deyəcəm. Bir dənə buna baxın da, liderim, jasminli. Jasminli skrab, göl tuzu, yeşil çay. Deməli, nə üçündür? Kullanmadan öncə. Baxaraq bunun haqqında da məlumat deyərik. Çünki biraz təzə istifadə etdiyim məhsullardır deyə tam olaraq tərkibini inşallah qavramamışam. Amma qavramaq lazımdır. Bütün məhsulları tanımaq lazımdır. Çünki biz məhsul xidmətini genişləndirərək biznes qururuq. Tanımadığımız məhsul biabırçılıq bilirəm, fərqindəyəm. Yeganə məhsuldur ki, bunlardan həmişə belə deyim də dinləmişəm, məlumat vermişəm. Amma insan özü istifadə edərək, onu duyaraq, qarşı tərəfə ötürməsi başqa bir duyğu olduğu üçün istifadə etmədiyim üçün bilgiləndirməmişəm. Amma həqiqətən artıq mənim də evimdən əksik olmayan məhsullardandır ki, oğlumda ekzema var və bu hissələrində mən hər dəfəsə demişəm, onun qəribə bir müəyyən vitamin əksikliyi olan, həmçinin yaz payız aylarında, müəyyən dönəmlərdə onda qəribə bir pirişik fason bir şeylər, bərk pirişik fason bir şeylər çıxır. Onu bir qaraçöryotu lasyonundan aradan qaldırıram. Həmçinin də bu məhsulla. Bir damcı götürüb dirsəyinə vururam, sonra da yuram. Qidalandırır, nəmləndirir. Həmçinin o içində olan duz, dəniz duzu, quruluğu, həddinin artıq quruluğu da aradan qaldırır. Bəli, liderim. Deməli, tapdım həmin o skrabı, siz dediyiniz skrabı. Deməli, skrab deyir dərimizdəki batmış tüklər, selülitlər, çatlar və ölü dəri kimi problemləri aradan qaldırır. Deməli, şi yağı, qaysı tumu dənəcikləri, göl duzu, bunlar gündəlik istifadə üçün, yəni tərkibində olan qidalar deməli, gündəlik istifadə üçün uyğundur. İstifadə edikdə dərinin ən balansını qorumağa təmin edir. Şi yağı qızıqlanmış, qızarmış, həssas çatlamış dərini qidalandırır. Eksema və qaşınma problemlərinə də yaxşı gəlir. Dəriyə sakitləşdirici təsir göstərir. Onun üçün ekzemanı aradan götürməyi təmin edibdir. Sadəcə elə istifadə etmək üçün gətirdim, almışam. Gətirdim, dedim, oğlumun burasına yəqin ki, bu duzlar, bilirəm də, dəniz duzunu uşaqlıqdan çünki onların ekzeması olduğu üçün biz uşaqları vanna edərkən bizə deyirdilər ki, dəniz duzu al,
xüsusi duz alırdıq. Biz onların vanalarına tökürdük. Baxdım ki, bunun tərkibində dəniz duzu var. Dedim ki, yəqin xeyir olar. Amma tərkibinin həqiqətən də ona malik olduğunu bilmirdim. Nə gözəl də üst-üstə düşdü. Yəni ekzemalı dərli xanımlar da mütləq alsın, istifadə etsin. Bəzən deyirlər ayaqlarında ekzema var, bəzən deyirlər barmaqların arasında ekzema var. Onlar da mütləq alıb bu jasminin də istifadə edə bilərlər. Hansı ki, qan dövranının ən əsası duzlar, ümumi olaraq, genel olaraq bu bizim skraplarımızda qan dövranını yaxşılaşdırır. İnsanın bədənində olan müəyyən xəstəliklər, dəri xəstəliklərimi deyim, sinir xəstəliklərimi deyim, hətta nədən yaranır xanımlar? Qan dövranının zəif getməsindən. Və bu zamanda bizim imdadımıza bizim skraplarımız keçir ki, həm tərkib olaraq, həmçinin də tərkibdə dəniz duzu olmasının çox gözəl şəkildə bədənə də sinir sistemlərinin də gərginləşməsinin, aradan qalxmasını təmin edir. Məncə bəsdir bu qədər məhsullar. Bir dənə onu deyim, bu məhsulumuzun dırnaq. Yəni deyimim var ki, Azərbaycanda %90% bilirsiniz də xanımlarımız dırnaq qoyurlar və dırnaq qoyarkən də bizim dırnağımızın minaqatı zədələnir. Həmçinin dərin bu hissəyə, bu hissəni dırnaqları kəsdikləri üçün nə edir? Bu hissədə də bir növ o dəri ətinin o kəsilən hissəsində vitamin çatışmamazlığından bəzən partlamalar olur. Bilmirəm sizdə olur, məndə olur. Məndə dırnaq qoyandan sonra bir müddətdən sonra burada qəribə bir partlamalar baş verir. Bu məhsulumuzda. Həm qoxusu gözəl, həmçinin də ki, əlin gözəlləşməsini də təmin edir. Qadının ən gözəl bölgəsi bir boyun nahiyədir, bir də əldir. Yəni nə qədər üzünüz gözəlləşməyinizi təmin etsəz də, üzünüz cavanlaşmasını təmin etsəz də, bir bu boyun hissədən, dekolte hissədən, bir də əldən bilirlər ki, hansı yaşa maliksən, amma biz yaşımızı gizlətməyə bacarırıq. Home Life məhsullarından özümüz üçün təbii ki, qadın öz üçün nə qədər gözəl görünərsə, qadın öz üçün nə qədər baxımlı olarsa, qadın özünü nə qədər sevərsə, inanın ki, çevrədə onu sevərək, hər kəs ona bu şəkildə də hörmət edər, o şəkildə də sevər. Biznes qururuq, məhsul alırıq, gözəlliyimizi təmin edirik. Hadi, komandalarınızı böyüdün, inkişaf etdirin, hətta salonlara belə gedərək, bu mükəmməl məhsulları təqdim edərək artıq çevrənizdə genişləndirə bilərsiniz. Zaten Home məhsullarını Azərbaycanda tanımayan yoxdur. Kimə dəvət edirsən, ilk dəfədə soruşanda Home məhsullarını tanıyırsan, bəli, illa ki, hər evə Home məhsulları daxil olmuşdur. O Home məhsulları daxil olan xanımları da biznesə təklif edərək, biznesinizi genişləndirərək, həm gözəlləşərək, həm də bu gözəl məhsullardan istifadə edərək biznesinizi genişləndirib, biznes qurmanızı təmin edərsiniz. Məncə bu qədər. Gecəniz xeyrə qalsın. Gələn təlimdə görüşmək ümidilə. Bu ildə sonra siz də fikirlərinizi bölüşün. Xanımlara inşallah yekunlaşdıraq. Xanımlara sadəcə bunu demək istəyirəm ki, əlimizdə mükəmməl silahlarımız var. Bu silahlarla həqiqətən həm həyatımızı dəyişə bilərik, həyatlarını dəyişən neçə xanımların, belə deyim də, səsi ola bilərik. Sadəcə olaraq əlimizdə olan fürsətlərin fərqinə varaq, bugün bir liderimlə danışdığım zaman qısa bir yerə toxunacağım. Liderim qeyd etdi ki, nəmnümlərə, bəhanələrə, nə bilim, proseslərə toxunaraq dedim, ay liderim, qazananlar necə qazanır? Baxın, onlar bu cür kiçik xırda detallara fikir vermir, irəliyə baxır. Baxın, qazanmaq istəyirsənsə sadəcə və sadəcə irəliyə baxasan və yolva, belə deyim də, sadəcə hədəflərin irəli addımlayasan, gedəsən və bu zaman ekalasiyalı fikrim. Sərbana xanım deyilənsə orada yəqin nəsə... Sağ ol, üzrə səhəli. İrəliyə baxasan, hədəflərinə doğru irəliyəsən və bu zaman inanın səmiyyətimə xanımlar. Siz, yəni bəhanələri görməyəsiniz, negativləri görməyəsiniz, həyatınızda olan problemləri görməyəsiniz. İnsan nəyə fokuslanırsa həyatında onu böyüdür. Bir də onu bilirəm, öyrənmişəm burada və həyatımda da bunun fərqinə varmışam. Nə qədər borc, problem, negativlər, bunlara nə qədər fokuslanırsınız onu böyüdəsiniz. Cazibə qanunu var, bir də bunu bilin. Nəyi düşünürüksə, nəyi danışırıqsa həyatımıza onu çəkirik. Hər birinizin günü xeyirli bitsin artıq. Bu günümüzün də sonuna gəldik, artıq kataloqumuzda sonuna yaxınlaşırıq. Yeni ilə də qədəm qoyacağıq. Mən sizə bir də bunu demək istəyirəm ki, bizlər kimi ən azı 2 il, 3 il öncəyə geri dönüb, yaxşı ki başladım deməyi bacarın özünüzə. Çox böyük, gözəl bir şeydir. Mən həmişə deyirəm, insan özünə verdiyi sözü tutmaq çox çətin bir şeydir. Anana verdiyin sözü tuta bilərsən, atava, yoldaşıva, övladıva, amma özünə verdiyin sözü tutmaq çox çətin bir prosesdir. Çalışın, özünüzə söz verin və özünüzə söz verdiyiniz sözləri tutun. Mən özümə gözəl mətbəx demişdim. Gözəl, nə bilim, ən azından gəlirli bir iş demişdim. Xarici ölkələrə səyahət demişdim. Ən azından öz maddi azadlığım olmasını arzulamışdım ki, bunların daha çoxuna, qat-qat çoxuna gəlib çıxmışam. İndi ki, artıq sonraki daha yüksəklər, daha çox insanın həyatına toxunuş etmək, daha çox qadınların iç səsi olmaqdır ki, inşallah ki, mən bilirəm, 2026-da çox böyük uğurlara imza atacağıq. Bu qədər bir şirkətlə, ölkələrə açılan şirkətlə, yəni
Durmaq, dayanmaq bizə görə deyil, yəni düşünün. Həyat zaman gedir, bir dənə bunu bilin. Zaman axır gedir xanımlar. Da axşam motivasiyanızı aldığınıza görə gedirsiniz. Məhsulları stokda qəşəng-qəşəng. Bu cür möhtəşəm kampanyalarımız var. Heç onu olunmadım. 2 möhtəşəm kampanya qoyulub xanımlar. 35 manat üzəri, 70 manat üzəri. Nə istəyirsiniz bundan əlavə? Biz sizə yeni hədiyyəsindən gözəl. Gedin, stokları qəşəng-qəşəng uçururuq. Şirkət də görür ki, biz həqiqətən də nələrə qadirik. Bizim üçün daha gözəl fürsətlər ortaya qoyacaqlar. Görərsiniz. Məndən də bu qədər, gecəniz xeyrə qalsın. Hələlik, sağ olun.